Tak, mənim ağac göbələyim veşinkam bitib yenə. No, havalar biraz küləkli, quraqlıq keçdiyi üçün biraz ötüblər. Bunu pişirmək də olar, amma mən bundan yeni bir samanda yeni veşinka əkəcəm. Göstərəcəm bunu necə eləyirlər. Çox gözəldir, yemək olar. Amma biraz belə olanda yəni bax, bu mütseli bitməyə başlayıbsa, bunu əkmək məsləhətdir. Mən saman qaynadacağım, baxacağım, göstərəcəm necə eləyirlər. Tak, bax, bunlar elə bir ki, cavandılar, amma belə bunu saxlamaq da olar da mən yenidən əkəcəm. Bax, belə bunları belə sürtmək də olar. Hələ balaca idi, böyüyürdülər. Daha məsləhətidir. Yeni və çox göbələk yığa bilərik. Bax, bu ağac göbələyini necə əkmək lazımdır. Samanı əkmək. Yəni, ağaca da sürtmək olar. Belə samanı da qaynar suyla proporit deyirlər, eləmişəm. İçinə bircə qırıq. Mağazindən, marketdən alınmış göbələk də olar. Belə meşədən tapdığınız, həyətdən, oradan, buradan tapdığınız laf deyirsiniz ki, şəhərdə ağaçlar olur, çürümüş ağaçların yanında. Özüm görmüşəm. Əhmədli də yığmışam, gətirmişəm də. Hə, belə onu gətirib əkmişəm. Şəhərin içində maşın çoxdur. Yəni, zəhər çoxdur, yığılır, eləyir. Ona görə onu yemədim, istifadə eləmədim. Prosto gətirdim, ağaca sürtdüm. Biraz göbələk, biraz saman lazımdır. Yəni, elə bir mikroblar var ki, bu göbələyin bitməyinə mane olsun. Bu çox təmiz göbələkdir. Yəni, mikrob olan yerdə, indi hansı mikrobları deyə bilmərəm, amma hər yerdə bitmir. Təmiz yer olmalıdır. Burazıra içində də yəni şəffafda göstərmək də rahat olur. Ona görə göstər. Bura əkdim. Yadımdan çıxıb neçə gün gözləmək lazımdır. Belə bağlayıram. İşte, burasından deşləhləyəcəyik. Qoyacağım isti bir yeri, hamama ya da farmika. 3 kilok məndə əmələ gəldi. Görək nə qədərə göbələk yığacağıq. Saman çox oldu, göbələk az oldu. Bir kulokum, böyük kulokum olsaydı, böyük kuloku ilə yerləşdirərdim bütün samanı da, göbələyi də. Mütselisini yaymağa
Onun bütün her yeri böyle şupulsi. Neçeli yayılacak bak. Bunu da göstereceğim, çekeceğim size. Yani göbelekler bu samanı yiyecekler, bitecekler. Bir de alanacaklar. Şu, buradan hava alacaklar. Bir de oradan buradan. Bir de işte yiyeceğim. Varıp hamama koyacağım. İşte yerde bu bitecek şöyle. Şu, göbelek de şimdi əmələ gələn